Albaniyada keçirilən tennis üzrə Davis Cup turnirində uğurlu çıxış edən Azərbaycan millisi vətənə qayıtdı. Paytaxt Tiranada reallaşan yarışda yüksək nəticə göstərən təmsilçilərimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri, idmançılar və federasiya nümayəndələri qarşıladılar. Bizim idman növünün qəhrəmanları Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Xəşimov çox gözəl oyun göstərdilər və dəhşətli bir mübarizə apardılar rəqiblərlə. Orada 7 komanda iştirak edirdi. Həmçinin də bizim Azərbaycan komandamız o 7 komandanın siyahısının içindeydi. 8 oyun oynadık. Heç birini də uduzmadıq. Qalib kimi qayıtdıq vətənə. Çox şadam ki, ölkəyə qaliblə qayıtdıq. Ən axırıncı oyunlar Liechtensteinə qarşı oynadıq. Gərgin mübarizədə utduq. Həm 1 nömrə, həm 2 nömrə. Çox şadıq ki, gələn il 3-cü qrupaya yüksəldik. Yarışın sonuncu maçında qalib gəldim. Şot 0-6, 6-3, 6-2 və o qaliblə Azərbaycan bizim komandamız 3-cü qrupa yüksəldi. Şərait yaxşı idi. İkinci dəfə də Davis Cup'da iştirak edirdim. Bu il bizim üçün ən uğurlu il oldu. Bütün maçlara çox yaxşı iştirak elədik və inşallah gələn il 3-cü qrupda daha yaxşı iştirak edərik. Qeyd edək ki, Kənan Qasımov, Tamerlan Əzizov və Elvin Həşimovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Andorra və San Marino millilərini məğlub edərək play-offa adlayıb. Bu mərhələdə Liechtenstein seçməsinə qalib gələn seçməmiz 3-cü qrupa yüksəlib.